Hindistan elan etdi. Bu raketlər İrəvana çatdırıldı. Sabah başlayır. Paşinyan görüşə niyə getmədi? Simonyan, Ermənistanda hələ də müharibə və ərazi iddiasında olanlar var. Trump'ın məktubu üzə çıxdı. Nobel mükafatını verməmək. Prezident təsdiqlədi. Bu şəxslərə 2 qat maaş ödəniləcək. Hindistanın Solar Defense and Aerospace Limited zavodundan Ermənistana ilk Pinaka idarə olunan raketlər göndərilib. Bu sözləri Hindistanın Müdafiə naziri Rajnath Singh deyib. Qeyd edək ki, Hindistan mediasının məlumatına görə Ermənistan əvvəllər 4 Pinaka bateriyasının tədarükü üçün müqavilə imzalamışdı ki, bu müqaviləyə çoxlüləli sistemlər və digər müdafiə avadanlıqları üçün idarə olunan raketlərin ixracı da daxil idi. Buraxılış sistemlərinin çatdırılması 2023-cü ilin iyul ayından başlayıb və 2024-cü ilin noyabr ayına qədər başa çatıb. Mənbələr bildirmişdi ki, SDAL idarə olunan raketləri hazır olduqdan sonra Ermənistana göndərəcək. Davos İqtisadi Forumu yanvarın 19-da öz işinə başlayacaq. Müzakirə və görüşlər 4 gün davam edəcək. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Davos'a böyük heyətlə gələcək. Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Davos'ta əsas siyasi mövzuların Ukrayna və Qrenlandiya olacağını proqnozlaşdırmaq mümkündür. Trump'ın bu mövzularda Avropalılara deməyə sözü var. Qəzzada nisbi sakitlikdir. Növbəti mərhələdə bölgənin idarə olunması və yenidən qurulması gəlir. Avropalılar bu mövzunu müzakirə etməyə həvəsli deyirlər. Çünki Qəzza mövzusuna Trump nəzarət edir. Onun bu məsələdə əsas tərəfdaşları isə Asiya ölkələridir. Trump Davos'ta müxtəlif ölkə liderləri ilə görüşəcək. Ağ Ev sahibinin Davos forumuna qatılacaq Azərbaycan prezidenti İlham Əliyevlə də təmas saxlayacağı ehtimalı var. Politoloq xatırladıb ki, Davos İqtisadi Forumuna Ermənistanın baş naziri Nikol Paşinyanın qatılmayacağı diqqət çəkir. Adətən o, mötəbər beynəlxalq tədbirlərdə iştirakdan imtina etmir. Halbuki o, Davos'ta Azərbaycanla sülh quruculuğunun genişlənməsi, o cümlədən ölkəsinin regional nəqliyyat layihələrinə qoşulmaq imkanları barədə fikirlərini geniş auditoriya ilə bölüşmə imkanı qazana bilərdi. Görünür, Paşinyanın bütün diqqəti bu ilin iyun ayında keçiriləcək parlament seçkilərinə yönəlib və o, əsas vaxtını ölkə daxilində rəqiblərini necə zəiflətməyə həsr etməlidir. Paşinyanı Davos'a səfərdən çəkindirən digər amillərdən biri forumda ötən illərdə olduğu kimi Rusiya mövzusunun müzakirəsi ola bilər. Davos'dakı görüşlərdə və müzakirələrdə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi pislənilir. Paşinyansa bu mövzuda danışmağa həvəsli deyil. Ötən il Paşinyan Davos'ta ona verilən Ermənistanın Avropa Birliyi ilə Rusiya arasında seçimdə hansı tərəfə üstünlük verəcəyi sualına cavab verməkdə çətinlik çəkmişdi. Görünür, o, oxşar sualla üzləşmək istəmir. Davos'ta İrandakı gərgin vəziyyət də müzakirə oluna bilər ki, Paşinyan cənub qonşusunun ünvanına tənqidi fikir söyləmək istəmir. Əminəm ki, Daşnak Sütyun növbəti parlamentdə indiki kimi təmsil olunmayacaq. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Daşnak Sütyunun istədiyi formatda iştirak etməsi öz işidir. Amma mən əminəm ki, Ermənistan blokunun gələcək parlamentdə indiki kimi təmsilçiliyi olmayacaq. Düşünürəm ki, bəlkə kiçik tərkibdə təmsilçilik mümkün olar. Minimal keçid səviyyəsini aşa bilərlər. O da yalnız ona görə ki, seçki qanununa əsasən partiya və bloklar üçün keçid səviyyəsi 1% azaldılıb, spiker bildirib. Simonyan qeyd edib ki, Daşnak Sütyun köhnə məntiqdə qalıb, amma artıq müharibə və qonşu ölkələrə qarşı ərazi iddialarından danışmaq mümkün deyil. Gəlib xalqımıza təklif verib desinlər ki, gəlirlər, müharibəyə gələcəklər, fərqli diplomatiya aparacaqlar, Rusiya ilə başqa münasibətlər quracaqlar. Xalq özü qərar verəcək, amma mən hesab edirəm ki, xalq bunu rədd edib və edəcək. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Norveçin baş naziri Jonas Gahr Store'yə məktub göndərib və orada Qrenlandiyanı ələ keçirmək istəyini Nobel sülh mükafatını ala bilməməsi ilə əlaqələndirib. Bu barədə PBS News məlumat yayıb. Əziz Jonas, ölkənizin mənə 8-dən çox müharibəni dayandırdığım üçün Nobel sülh mükafatını verməmək qərarına gəldiyini nəzərə alsaq, artıq yalnız sülh haqqında düşünməyə borclu deyiləm. Baxmayaraq ki, sülh həmişə
prioritet olacaq. İndi Amerika Birləşmiş Ştatları üçün nəyin yaxşı və doğru olduğunu düşünə bilərəm. Məktubda deyilib. O, həmçinin Danimarkanın adanı Rusiya və ya Çindən qoruya bilməməsi tezisini təkrarlayıb. Ölkənin Qrenlandiyaya olan hüququnu şübhə altına alıb. Ümumiyyətlə, niyə onların mülkiyyət hüquqları var? Yazılı sənədlər yoxdur. Sadəcə 100 illər əvvəl orada lövbər salmış bir qayıq var. Amma bizim qayıqlarımız da orada lövbər salıb. NATO'nun yarandığı gündən bəri hər hansı digər şəxsdən daha çox iş görmüşəm və indi NATO Amerika Birləşmiş Ştatları üçün nəsə etməlidir. Qrenlandiyaya tam nəzarət edənə qədər dünya təhlükəsiz olmayacaq. Azərbaycan Prezidenti Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunması, işə götürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənzimlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir. Bunu deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, vacib dəyişikliklərdən biri də istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşının da nəzərə alınmasıdır. Belə ki, sözügedən günlərdə əməyin vaxtamuz ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının 2 mislindən, əməyin işəmuz ödənilmə sistemində 2 qat işəmuz qiymətlərində və aylıq maaş alan işçilərə aylıq iş vaxtı çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının 2 qat məbləğindən aşağı olmamaqla əmək haqqı ödəniləcək. Millət vəkili bildirib ki, digər dəyişikliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının məcəllədə istifadə olunmasıdır. Azərbaycanda bu istiqamətdə işlərin daha da intensivləşməsi müşahidə olunur. Belə ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi. Bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 30 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 4 saat əlavə işdə olubsa, həmin saatlara görə 120 manat deyil, ən azı 240 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bunun maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək.